Allah gerçəkdən də yaratdığı bəndəsini lənətləyirmi, yoxsa bunun da tərcüməsi başqa cürdür, yoxsa burada Siz özünüzü yahud Türkiyə hesab başqa bir edirsiniz, yoxsa hansı şeydir? xalqdır? Mən özümü Türkiyə hesab Bəli. edirəm. Bir insan əgər öz millətini seçmirsə, öz xalqını seçmirsə, öz valideynini seçmirsə, öz coğrafi mühitini seçmirsə, biz buna görə hər hansısa bir formada bizi yaradan tərəfindən lənətlənməyimiz, uzaqlaşdırılmağımız və yaxud da qınanmağımız mümkündürmü? Xeyr. Meğer sen Allah'ın qəzəbləndiyi adamlarla dostluq edənləri görmedin mi? Onlar Yahudilər idi. O kəslər ki Mədinədə yaşayırdılar. Bəni Qeynuqa, Bəni Nəzir və Bəni Qureyzə. Onlar Yahudilərdir. Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etdilər. Bu da dəlildir ki, Yahudilər Allahın qəzəbinə uğramışlar və qəzəbə uğrayanlar ifadəsi Fatihə surəsi 7 ilə nəzərdə tutulanlar Yahudilər və onların yolu ilə gedənlər sayılır. Bəli, və uca Allah buyurur, harda olursa olsunlar, Allahın ipi və insanların ipinə sığınanlar istisna, onlara zillət damğası vurulmuşdu. Onlar Allahın qəzəbinə düçar olmuşlar. Bu, Allahın onlara qəzəblənib lənət etməsi səbəblə verilən bir cəzadır. Allah onları zillət və alçaqlıq cəzasına düçar etdi. Harda olursa olsunlar, Allahın ipi və insanların ipinə sığınanlar istisna olmaqla onlara zillət damğası vurulmuşdu. Yahudilər yalnız iki işlə önə çıxa bilərlər. Ya Allah onları imtihan və sınaq üçün ortaya çıxarar, ya da insanlardan onlara yardım edib gücləndirilməsi ilə olar. Və indi baş verən də budur ki, hazırda Yahudilər yalnız xristiyanların, özlərini Məsih adlandıranların çiyinləri üzərində güclənmişlər. Onlar öz gücləri ilə ortaya çıxmayıblar. Əksinə, onları ortaya çıxaran və dəstəkləyən xristiyanlar olmuşdur. Onlar öz-özünə ortaya çıxmadılar. Onları xristiyanlar ortaya çıxardı və xristiyanlara arxalandılar. Bu, Allahdan bir ip və insanlardan bir ip istisna olmaqla ayəsinin təsdiqidir və Allahın qəzəbinə düçar oldular. Lakin onların bu ortaya çıxmaları davamlı olmayacaq. Allaha həmd olsun ki, yox olub gedəcəkdir. Ancaq Allah tarix boyu onların üzərinə zalim hökümdarları müsəllat etmişdi. O zaman Rəbbin onlara qiyamət gününə qədər ən ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Tarixin ilkin dövrlərində Bəxtün-Nəsr onların üzərinə gəldi. Necə ki, Allah bunu İsra surəsinin əvvəlində zikr etmiş və onları tamamilə darmadağın etdiyini bildirmişdi. Sonra Misirdə Firon onlara divan tutdu. Fironun onlara nələr etdiyi məlumdur. Oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Əgər Allah Musa əleyhissalamı peyğəmbər göndərməsəydi, məhv olacaqdılar. Allah Musanın vasitəsilə onları xilas etdi. Lakin onlar Musaya tabi olmadılar. Onlar təhrif edib dəyişdirdilər. Nəticədə lənət və qəzəb yenidən onların üzərinə qayıtdı. Son dövrlərdə isə Allah onların üzərinə Almanları, Hitleri müsəllat etdi. Hitlerin onlara nələr etdiyini bu günə qədər də xatırlayırlar. Və Allah axır zamanda öz əzabını onlara müsəlmanların əli ilə indirəcək.